çəpər çəkəndə kənd yerlərində və yaxud da müəyyən hasarların kənarlarında istifadə olunur. Hətta heyvanları saxlamaq üçün də düzələn qəfəslərdə də istifadə olunur. Bir bunun sinkli, yəni paslanmayanı, bir də qara yağlısı var. Hər ikisi haqqında, təyinatı haqqında dostlara məlumat verək. Demək, bu sink dediyiniz əslində belə lori dildə desək, Atinkovo setka kimi tanınır. Bu da həmçinin gördüyünüz qara setkadır. Yağlı. Yağlıdır, bəli, yağlıdır, qara setkadır. Sadəcə setkaların stenka simləri eynisi olan da var, olmayan da var. Yəni qalınlıq. Bəli, qalınlıq. Müştərilərin hamısının cibinə uyğun setkalarımız var. Biraz nəzik toxunuşlar da var, biraz qalın toxunuşlar, lap qalın toxunuşlar da var. Sıx toxunuşlar da var, açıq toxunuşlar da var. Kimisi gəlir cücə üçün istəyir, kimisi gəlir siz demiş heyvan üçün istəyir, kimisi gəlir hətta belə müəyyən evlərdə var, elə bir ən çox da kənd evlərində bilir. Bunu alıb aparırlar, setka kimi divardan asıb suaq vurulur üstünə. O da çox gözəl effekt yaranır saxlamağa görə. Müəyyən kənd evlərində, çin kərpicdən olan evlərdə. Mən ona gəlmək istirdim ki, keçmişdə istifadə olunur və həm cür razmerdə var. 17 metrəlik. Məsələn, 1.80-ın və yaxud da ki 2 metrəliyin və yaxud da ki 1.50-liyin həm 7 metrəlik var, həm 10 metrəlik var, həm 15 metrəlik var, hətta 20 metrəliyə kimi var. Bunlar uzun ömürlüdür, suya davamlıdır, paslanmır. Və burada bir qədər də söhbət açaq bizim qara yağlı setkalardan. Bax, bunun da üzərində yağ var. Bu da xüsusi olaraq yağlanıb ki, bu da uzun müddət qalmasına baxmayaraq adi setkaların üzərində yağ olanda daha uzun ömürlü olması üçün, paslanmaması üçün, çürüməməsi üçün, dağılmaması üçün belə istifadə edirlər. Yəni hər bir müştərinin burada bütün ölçüdə, yəni lori dildə desə, bütün gözdə setkalarımız var. Həm qalınlığından söhbət gedir, həm gözlərinin böyüklüyündən, həm də kiçikliyindən. Yəni ümumiyyətlə, MRT inşaatda yoxdur deyə bir şey yoxdur. Hansı ölçüdə, hansı böyüklükdə, hansı kiçiklikdə istəsəniz, burada bütün tikintiyə aid A-dan Z-yə nə istəsəniz tapa bilərsiniz.